İmam Məlik deyir ki, Harun əl-Raşidin yanına daxil oldum. Xəlifə idi, əmir idi, şəhərin əmiri idi, xeyirli insanlardan olub. İmam Məlik deyir, yanına daxil oldum. O mənə deyir ki, ey Əbu Abdullah, yaxşı olar ki, bizim yanımıza gəlib gedəsən ki, tez-tez gəlib gedəsən ki, övladlarımız səndən Muvattanı dinləsinlər. Hədis toplusudur Muvatta. Muvattanı səndən dinləsinlər, yaxşı olar. İmam Məlik cavabında görün nə söyləyir. Allah möminlərin əmrini izzətləndirsin. Bax, qardaş, rəhbər üçün dua etmək bizim sələfin yolundandır. Sələfin yolundandır. Biz duanı boş yer eləmirik, sələfimizə tabi oluruq. Və bunda da bərəkət var. Nə deyir əmrə? Başlıya, Allah səni izzətləndirsin. Allah sənin izzətini artırsın. Həqiqətən bu elm sizin evinizdən çıxmışdır. Əgər siz onu izzətli tutsaz, izzətli olacaq. Yox, əgər onu alçatsaz, alçalacaq. Sonra İsa İmam Məlik deyir, söylədi ki, وَالْعِلْمُ يُؤْتَى وَلَا يَأْتِي. Elmin ayağına gedilər, elm ayağa gəlməz. Görün xəlifəyə nə deyir? Deyir, elmin ayağına gedilər, elm ayağa gəlməz. Ondan sonra Harun əl-Raşid nə inir? Söyləyir ki, ey imam, doğru söylədin. Allah səndən razı olsun, doğru söylədin. Və öz övladlarına deyir ki, gedin məscidə. Çıxın məscidə. Digər insanlar necə ki, Muvattanı İmam Məlikdən dinləyirlər, siz də eləcə dinləyin. Hətta gəlir ki, onun oğlanları gələndə uşaqlar üçün nəsə məqam hazırlamaq istəyirlər məclisdə. İmam Məlik qoymur. Deyir ki, cəmaət necə oturubsa siz də elə oturun. Torpağın üstündə necə oturublarsa siz də elə oturun. Sonra gedirlər atasına şikayət edirlər ki, bizi insanlar içində alçatdı. İmam, görün, Harun əl-Raşid nə deyir? Deyir, o elə etdiyinə görə mən onu sevirəm. Doğru olanı edib. Yəni, elm belədir, qardaşlar. Elmin ayağına gedilir. Heç də evdə oturduğun halda gözləməklə ki, kimsə gələcək sənin evinə və sənin əlindən tutub öyrədəcək. Xeyr, qardaş. Sən bunun üçün səy göstərməlisən və Rəbbin də sənə onda verəcək. Sən çalışmalısan ki, ya Rabbi, mən çalışıram, mənə kömək etkinə sənin dinini öyrənim. Nəyi bacarırsansa və həmçinin yekun olaraq elm tələbinə, hərislikdən, harada ki elm var, ora getmək lazımdır, onu öyrənmək lazımdır, qardaşlar. Bu barədə Bəqi ibn Məxləddən rəvayət olunan hadisəni inşallah danışmaq istəyirəm. Hansı ki, oğlu Bəqi ibn Məxləddən rəvayət edir. Söyləyir ki, Məğribdən çıxıb piyada yola düşdüm. Bir rəvayətdə gəlir ki, 2 il yol gedib.